Məni izləyən hər kəsi salamlayıram. Gününüz xoş keçsin deyirəm. Bugün gördüyünüz kimi çox faydalı soğan turşusu hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyək. Düzdür, hal-hazırda soğan turşusu üçün biraz tezdir. Çünki mən bunu hər il sentyabr ayında hazırlayıram. Amma qışda həyətimə soğan əkmişəm. İndiyənə qədər qalıb, gördüyünüz kimi bir çoxu toxumlayıb. Toxumlamayanlar da bu formada quruduğu üçün düşündüm ki, quruları yığım, turşu bağlayım, niyə də olmasın. Çox faydalı bir turşudur. Fərqi yoxdur qışda və yaxud indi. Soğan turşusunu çox sevirəm və bunu da hazırladım. Qırmızı soğan çox faydalıdır. Bunu yəqin hər kəs bilir. Faydalarından danışsam videom bitər. Çox faydalıdır. Öz həyətimdən gördüyünüz kimi həm soğanı yığdım, həm də nanə yığıram. Tam təbii. Turşularımın olmazsa olmazı da nanə. Soğanı da görürsünüz, az da olsa yığdım. Və soğanlarımızı soyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Soğanı çox sevirəm. Turşusu və yaxud belə fərqi yoxdur. Demək olar ki, gündəlik qida rasionumda istifadə edirəm. Həm faydalı olduğu üçün, həm də belə çox sevirəm. Soğanları gördüyünüz kimi soydum, suyun içərisinə atdım. Burada suyu qaynadıram. Suyu qaynadıb, sonra altını keçirdirəm. Soğanları içinə əlavə edirəm. Yəni soğanı qaynatmıram. Sadəcə suyu qaynadıb, altını keçirdib, soğanları əlavə edirəm. 15-20 dəqiqə qaynar suyun içərisində bu formada saxlayıb, sonra götürürəm. Çuğunduru burada fiqur formasında kəsirəm. Fərqi yoxdur, siz elə-belə də doğrayıb əlavə edə bilərsiniz. Hər bankaya bir ədəd lazımdır mənə, biraz rəngi çıxsın deyə. Sadəcə mən bu formada kəsdim ki, daha gözəl görünsün. Turşu üçün bizə nə lazımdır? Qara dənəvər istiot, sarımsaq, nanə, dəfnə yarpağı, quru şüd. Mən bunlardan istifadə elədim. Düzdür, zövqlər müxtəlifdir. Kim necə bacarırsa elə də edə bilər. Və soğanları yığıram. İri soğanları biraz böyük bankaya yığıram. Xırda soğanları isə kiçik bankaya yığacam. Kəsdiyim çuğunduru da gördüyünüz formada qoyuram. Əgər sizdə çuğundur yoxdursa əlavə etməyə də bilərsiniz. Yəni bu vacib deyil. Mən sadəcə biraz rəngi çıxsın deyə əlavə etdim. Bu qədər asan, amma çox faydalı bir turşudur. Gördüyünüz kimi artıq turşularımız hazır olmaq üzrədir. İkinci bankamıza yığıram xırdalarını. Soğanı bir çoxları sevmir, çünki həm qoxusu olduğu üçün, həm acılı olduğu üçün. Amma bunu bu formada etsəz, çox dadlı olduğu üçün siz də sevəcəksiniz. Çünki nə qoxusu qalmır, nə acılığı qalmır, çox dadlı alınır. Hər bankamıza bir qaşıq duz əlavə edirəm. Böyük bankamıza dolu qaşıq, balaca bankalarımıza yarım qaşıq əlavə edirəm. Və hər bankamıza 2 diş qənd əlavə edirəm. Və üzərinə böyük bankamıza bir armud stəkan üzüm sirkəsi, balaca bankalarımıza isə yarım armud stəkan sirkə əlavə edirəm. Qeyd edim ki, sirkəni özüm hazırlamışam, üzüm sirkəsidir və üzərinə qaynanmış qaynar su əlavə edirəm. Gördüyünüz kimi asan və tez başa gələn turşumuz hazır oldu. Bunları bu formada qarışdırıram ki, duzlu suyu yaxşı qarışsın.
Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Mənim kimi hazırlayacaq olan hər kəsə nuş olsun, mənə də xoş olsun. Allah'a əmanət olun.